Gözyaşlarına qurban İmam Hüseynin əziz əzadarları, gəlin xanım Zəhra anasına bu gecə bir söz deyin. Deyin ey Fatimə, ey ürəkdən ucalan göylərə qoğasın xanım. Ey ürəkdən ucalan göylərə qoğazı xanım, yenə başlandı kəfənsiz balavur yası xanım. Bax özün məclisə qəm sinələri yardı xanım. Bir zaman dedim Peygamber'e benim bu garip balama kim ağlayacak? Benim Hüseyin'ime kim matem tutacak? Hanım Zehra bak bir İstanbul'a Zeynep'iyemize. Hanım Zehra bak özün meclise gəm sineleri yardı hanım. Balavun gör ne kadar ağlayanı vardı. Ay hanım, ay hanım. Ey olan dəhride avarələrin hem derdi. Çokların vardı hanım sinədə gizlin derdi. O kadar dua istəyiblər. O kadar xəstəsi olan var. Gözüm düşüb İmam Hüseynin məclisinə. And verir səni Zeynəb qızımın qəblərinə. And verir səni Zeynəb qızımın qəblərinə. O rüqəyyə balımın otda yanan məcərinə. Xanım özü nəzər ilə bu balamın yasına gələnlərə. İmam Hüseyin cəddinin Mədinəsindən ayrılır. Vətəndən ayrılmaq nə qədər çətindir. Qərib qürbətə düşmək nə qədər çətindir. Ah qürbət, ah vətən həsrəti. Mədinəli ayrılır Mədinədən. Gəldi cəddi Peyğəmbərdən xudafizləşdi. Anası Zəhranən də xudafizləşdi. Geldi xəstə qızı Suğra, ondan da vidalaşdı. Balam əlvida, gedirəm balam. Neynəyim, cəddimin Mədinəsində mənə aman vermirlər. Qoymurlar mən burada bir rahat ibadət eləyəm. Yavaş yavaş gecə ilə dəvələrin də ayaqlarının altına bir parça bağladılar ki, dəvənin səsi belə olmasın. Sakitcə Mədinəni tərk eləyir Əbu Abdullahın karivanı. Nağlayan var idi, nə yollarda inciyən, Şəhzadə əskərə çoxdur, lay lay deyər. Yolda alırdılar hər Əli Əskəri qucağına lay lay çalırdı yolçu imam balasına. Bir nəhviləm başa yetişib rahi Kərbəla, həmlə gətirdi itrət-i Tahaya Kərbəla. Bakın hele bu gece okuduğum Mersiye'nin bu yerine bir hususi dikkat ediyor.
Görəcək o karvanı həvəsləndi Kərbəla. Kərbəla gördü mənə qonaq gəlir. Əcəb qonaq gəlir mənə. Görəcək o karvanı həvəsləndi Kərbəla. Mənada güya belə səsləndi Kərbəla. Ey Kəbə, Kəbəni çağırır Kərbəla.